Almaniyada Frankenstein ştamı yayılır. Almaniyada COVID-19-un yeni dominant variantı mediada Frankenstein adlandırılır. Səbəb isə onun iki əvvəlki virus xəttinin birləşməsindən yaranmasıdır. Yəni bu variant sanki fərqli hissələrdən yığılmış virus kimi xarakterizə olunur. Mütəxəssislərin Stratus adlandırdığı virus 2025-ci ilin ortalarından etibarən Almaniyada və bəzi Avropa ölkələrindən üstünlük qazanıb. Bəzi xəstələrdə bıçaq kimi kəsən boğaz ağrısı müşahidə olunsa da, bu simptomun məhz bu virus ilə əlaqəsi elmi cəhətdən təsdiqlənməyib. Ümumdünya Səhiyyə Təşkilatı və Avropa Xəstəliklərin Qarşısının Alınması Mərkəzi bu virusun müşahidə altında olan variant kimi qiymətləndirir. Yəni, hazırda risk səviyyəsi aşağı hesab olunur, lakin epidemioloqlar prosesi yaxından izləyirlər. Avropada COVID-19-un yoluxmaları hələ də yüksək səviyyədə qalsa da, Avropa Xəstəliklərin Qarşısının Alınması Mərkəzi məlumatına görə son həftələrdə yoluxma hallarının sayı azalmağa doğru gedir. Mütəxəssislər qeyd edir ki, bu virusun variantı narahatlıq yaratsa da, simptomları digər tənəffüs infeksiyalarından kəskin fərqlənmir.